Salam, bugün sizlərə qan azlığı, yəni anemiyalar haqqında məlumat vermək istəyirəm. Qan azlığı tibbi dildə anemiya olaraq bilinir və bədəndə kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin və ya hemoqlobinin olmaması ilə xarakterizədir. Hemoqlobin qırmızı qan hüceyrələrində olan və oksigeni toxumlara daşıyan zülaldır. Anemiyanın ən geniş yayılmış əlamətlərindən biri yorğunluq və zəiflikdir. Bədəndə oksigen çatışmazlığı enerji istehsalını azaldır və bu da özünü fiziki gücsüzlük və halsızlıq şəklində müşahidə etdirir. Solğun dəri və dodaqlar anemiyanın əsas göstəricilərindən biridir. Baş dönməsi, baş ağrısı və diqqət toplamakta çətinlik kimi hallarda bu vəziyyətə əlavə olaraq müşahidə oluna bilər. Anemiyanın eləcə də ürək damar sisteminə təsiri də əhəmiyyətlidir. Qan azlığı olan insanlarda ürək toxumalarına oksigen çatdırmaq üçün daha çox qan pompalamağa çalışır. Bu isə ürək döyüntülərinin sürətlənməsinə və uzun müddət davam edərsə, hətta ürək çatışmazlığına gətirib çıxara bilər.